Salam uşaqlar, deməli 2027-ci ildə abituriyentlərin necə esse yazacaqları haqda qərar qəbul olundu. Qərara əsasən 15 dəqiqə əlavə vaxt veriləcək, bir abzas daxilində yazılmalıdır və minimum 70 söz olmalıdır. 70 sözdən aşağı olarsa qiymətləndirilməyəcək. 70 söz dedikdə nə nəzərdə tutulur? Hər söz tək-tək sayılır. Bura artikellər də daxildir. Lakin bir söz ikinci dəfə istifadə olunarsa, təkrar-təkrar istifadə olunarsa sayılmayacaq və bir söz kimi sayılacaq. Bal sistemi isə hər zaman olduğu kimi 16 balla qiymətləndiriləcək. Buna görə də mütləq şəkildə vocabulary, söz ehtiyatınızı artırmalısınız. Mütləq şəkildə davamlı olaraq esse yazmağa məşq etməlisiniz və müxtəlif mövzular üzərində işləməlisiniz ki, imtahanda da yüksək nəticə əldə edə biləsiniz. Hər kəsə uğurlar.